Danışır Göyçay. Danışır Göyçay. Salam əziz Göyçaylılar və Göyçay sevərlər. 13 iyun 2025-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Qurtuluşdan Zəfərə adlı elmi praktiki konferans keçirilib. Daha sonra Göyçay Mədəniyyət Mərkəzinin solistlərinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qruplarının iştirakı ilə rayon mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirir.